hatırlayacaktım. Yok, bu da değil. Yok, bu da değil. Elnarə bacı mənə tapşırmışdı. Unutmamaq üçün işarə qoydum. Amma nə üçün qoyduğumu unuttum. Görəsən nə idi axı? Salam Zeynəb, necəsən? Yaxşıyım Elnarə bacı. Yaxşı ol hər zaman. Uşaqlar, sizi də salamlayıram. Ümid eləyirəm ki, əhvalınız yaxşıdır. Daha da yaxşı olacaq bugün. Ona görə də proqramımızı sona qədər izləyin. Necə oldu Zeynəb? Əyləş. Elnarə bacı, sizin dediyinizi etmədim. Çünki nə dediyinizi unutdum. Axı sən Zeynəb işarə də qoymuşdun unutmamaq üçün. Baxın dostlar, işarə də qoyub Zeynəb. Hə? İşarəni nə üçün qoyduğumu unutdum. Aha, anladım. Tapşırılan işləri unutmamaq üçün Zeynəb nə etmək olar? Fikirləş. Siz nə edirsiniz? Bax, mənim not dəftərim var. Eləyəcəyim işləri unutmamaq üçün bura mütləq qeyd eləyirəm. Hətta sənin edəcəyin işi də bura qeyd eləmişəm. Nə tapşırmışdınız? Sən rəsm çəkməyi sevdiyin üçün mənim rəsmimi çəkib gətirəcəydin. Amma görürəm unutmusan. Hə, indi xatırladım. Amma gec oldu biraz. Amma görürəm ki, Zeynəb digər rəsmlərini çəkib gətirmisən, hə? Bəli. Və təbii ki, biz az sonra bu şəkilləri, çəkdiyim bu maraqlı, rəngarəng şəkilləri dostlarımıza nümayiş etdirəcəyik. Şəkillər demişkən, Zeynəb, bəlkə dostlarımızın bu mənəm rubrikası üçün göndərdikləri şəkillərə baxaq. Baxaq.
Bağça. Parça. Saat. 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 Güldan. 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 Kulak. Eynək. Eynek. Qolbaq. Kolbak. Müəllim. 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 Bütün müəllimləri salamlayırıq fürsətdən istifadə edib. Çərpələng. 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 Dəyişin. Uşaq. Uşaq. İndi yerimizi dəyişirik. İndi sən mənə anladacaqsan. Yaxşı? Şagird. Şagird. Dəniz. Sırğa. Sırğa. Saat. Saat. Məktəb. 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 Şagird. Şagird. Doğrudur. Ana. 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 Gözlər. Gözlər. Dovşan. Gözlər. Heyvan. Heyvan. Övlad. Heyvan. Heyvan. Doğrudur. Ayaqqabı. 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 Doğrudur. Qulaqcıq. 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 Axırıncı söz nə idi? Tapa bilmədim. Hansı idi? Qulaqcıq. Qulaqcıq. Tapa bilmədim. Amma çox əyləncəli oyundur, hə? Bəli. Buyur, gəl əyləş. Belə oyunlar oynayırsan dostlarınla? Bəli. Çox əyləncəlidir. Çox xoşuma gəldi. Və indi sujetimiz olacaq. Sujetə keçməzdən öncə istəyirəm ki, sənin o maraqlı şəkillərini də nümayiş etdirək dostlarımıza. Buyur, özün göstər. Çünki bizim rəsm çəkməyi sevən dostlarımız çoxdur ekran qarşısında. Arı. Aha, baxırıq. Ver, mən göstərim dostlarımız. Yaxşı görsünlər. Aha. Aha. Yedim. Aha. Bu qədər yanlara bacı. Aha, bunu da göstərək sonuncunu. Baxın dostlar. Çox gözəldir. Buyur, əyləş Zeynəb. Sən rəssam olmaq istəyirsən böyüyəndə? Bəli. Nə gözəl, çox maraqlı sahədir. Hansı rəngləri xoşlayırsan? Bənəfşəyi xoşlayıram, çəhrayı xoşlayıram, sarı, qırmızı, Aha, yaşıl. al-əlvan rəngləri xoşlayırsan. Lap yaxşı, buyur, bunları səliqə ilə qoy. Yenə də çoxlu şəkillər çəkib, yenə də gələrsən bizim studiyamıza. İndi maraqlı bir sujetimiz olacaq. Əziz dostlarım, əziz izləyicilərimiz, verilişimizin bu yerində istəyirəm ki, sizə maraqlı bir sujet təqdim edeyim. Sujetimizin qəhrəmanı 14 yaşlı dostumuz Hüseyndir. O, uşaqlıqdan bəri musiqi ilə yaxından tanış olur, maraqlanır. İncəsənətə olan həvəsi elə onu tara yönləndirib. Uşaqlar, əməkdaşımız Xumar da musiqi məktəbinə yollanaraq sujetimizin qəhrəmanı ilə çox maraqlı söhbət edir. Gəlin, bu istedadlı dostumuz Hüseyni birgə tanıyaq. Salam əziz dostlar, bugün biz gənc istedadımız olan Hüseynlə tanış olmağa gəlmişik. O, uşaq musiqi məktəbində təhsil alır və çox gözəl tarifatçısıdır. Gəlin qəhrəmanımızla daha yaxından tanış olaq. Salam Hüseyn, necəsən? Sağ olun, yaxşıyam. Gəlin gedək sizi oxuduğum məktəbə tanış edeyim. Gedək. Hüseynin 14 yaşı var. Xaçmaz şəhər 3 nömrəli tam orta məktəbin 9-cu sinif şagirdidir. Musiqi həvəsi isə kiçik yaşlarından başlayıb. Mən uşaq olanda tar alətini daha çox televiziya verilişlərində görürdüm və tar alətində səslənən mahnılar mənim xoşuma gəlirdi və özüm də telefondan qoyub tar alətində fonla mahnılara qulaq asırdım
və beləliklə də tara olan marağım artdı mənim və ailə üzvlərimin də tara olan marağı var idi. Ona görə onlar məni Xaçmaz şəhər Şuşa Musiqi Məktəbinin tarix ixtisasına adımı yazdırdılar və mən burada taranın stillərini öyrənməyə başladım. Bəs sən tardan başqa da hansısa musiqi alətində ifa etməyi bacarırsanmı? Mənim tardan başqa piano alətindən xoşum gəlir. Həm də ki, mənim bacım da Xaçmaz şəhər Şuşa Musiqi Məktəbində piano dəstəyi alırdı və bizim evimizdə də piano var idi və ona görə də mənim pianoya marağım var idi. Arada pianonun arxasına keçib öz istədiyim mahnıları biraz da olsa çalmağı bacarırdım və beləliklə tardan başqa mənim pianoda həvəsim artırdı və bacım da mənə kömək edərək mən pianinoda bir-iki dənə balaca kiçik əsərləri ifa etməyə başladım. Bu sahə ilə bağlı düşüncələrin nədən ibarətdir? Davam elətdirməyi fikirləşirsən, yoxsa sadəcə hobbi olaraq qalacaq? Xeyr, tara olan marağım təkcə hobbi olaraq qalmayacaq. Mən gələcəkdə peşəkar tar ifaçısı olmaq istəyirəm və tarı təkcə Avropa ölkələrində deyil, bütün dünyada tanıtmaq və sevdirmək istəyirəm. Hüseyn, heç olubmu ki, dostlarınla birlikdə hansısa musiqini bir yerdə ifa eləyəsiz, səsləndirəsiz? Bizim məktəbimizdə Xara Bülbül adlı ansamblımız var və mən də orada bir üzvüyəm Xara Bülbül ansamblının və orada məktəb dostlarım da orada birlikdə biz həm xarici mahnılar, həm öz milli mahnılarımızı da ifa edirik. Hüseyn, sən bizim üçün bir musiqi ifa eləyə bilərsənmi ki, dostlarımız da səni eşitsin? Əlbəttə ki, ifa edərəm. Dövrlərdə yeniyetmələrin milli musiqi həvəsinin artması sevindirici haldır. Bəs mütəxəssislər bu barədə nə düşünür? Son illərdə bizim milli alətimiz olan tar alətinə xüsusilə maraq artıb. Bu əlbəttə ki, ondan əlaqədardır ki, gənc nəslin nümayəndələri Azərbaycanın milli musiqi aləti olan tarı dünya səviyyəsində artıq təbliğ edirlər və eyni zamanda müxtəlif xalqların, millətlərin nümayəndələri də bizim milli alətimiz olan tar alətini öyrənməyə başlayıblar. Bu da əlbəttə ki, bizim gənclərimiz üçün bir stimuldur və bununla əlaqədar olaraq da valideynlər son illərdə tar aləti üzrə uşaqlarını yazdırmağa çalışırlar. Simli alətlər arasında ən belə deyək, öyrənilməsi çətin olan alət olsa da, amma bir o qədər də dünyəvi alətdir. Gördüyünüz kimi Hüseynin ifasında da siz bunu gördünüz ki, dünyanın müxtəlif ölkələrinin bəstəkarlarının əsərlərini ifa edir. Hüseyn, sənə uğurlar arzulayırıq və proqramımızı davam edirik. İndi bu mənim üçün göndərilən maraqlı videolara baxacağıq. Bəli, baxaq. Deməli, təqdim edeyim videoları. İlk video Novxanıdan göndərilib. Uşaqlar, videonun qəhrəmanı 11 yaşlı Aygündür. Gəlin onun sazda ifasını birlikdə dinləyək. Zeynəb, növbəti videomuzda çox maraqlıdır. Bir balaca gözəl qızın ad günü olub.
Ad günündə o sinif yoldaşlarını da unutmayıb. Onlar üçün məktəbə şokolad aparıb, sevincini onlarla paylaşıb. Gəlin videoya baxaq. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Happy birthday to you. Happy birthday to you. Happy birthday, happy birthday, happy birthday to you. Çərpələng proqramının təkrarını izləmək istəyən dostlarımız ARB Günəş televiziyasının YouTube kanalına daxil olaraq izləyə bilərsiniz. Digər sosial şəbəkələrdən də bizi izləməyi unutmayın. Artıq sağollaşma zamanı yetişdi. Mən Zeynəb səninlə də sağollaşıram. Çox sağ ol ki, bugün proqramımıza gəldin, qatıldın, rəng qatdın. Ümid edirəm ki, sənin xoşuna gəldi bugün burada iştirak eləmək. Yenə də gələ bilərsən istədiyin vaxt. Çoxlu şəkillər çək, gətir, yaxşı. Ekran qarşısında əyləşib bizi izləyən dostlarımızla da sağollaşırıq. Özünüzə yaxşı baxın. Çərpələngin növbəti buraxılışında görüşərik. Hələlik, sağ olun dostlar.